İnsan bir günah etməyə əzm edərsə, niyyət edər, əzm edərsə, amma etməzsə onu Allah öz qatında kamil bir həsənət olaraq onu yazar. Bax, şərəfləndirdi. Öz qatında və kamil həsənət olaraq yazdı. وَاِنْ هَمَّ بِهَا فَعَمِلَهَا Yox, deyir, bunu əzm edər, pis əməl etməyə və bunu edərsə, baxın, bu hərflər dediyini, hikməti bax burada çıxır. Deyir ki, kətəbəhəllahu seyyiətən vahidətən. Allah onu bir günah olaraq yazar. İndəhu demədi. Həsənətlərə gəldikdə, yaxşı əməli etməyə və ya əzm etməyə və ya pis əməli Allah üçün tərk etməyə gələndə, hamısında indahu dedi. Öz qatında yazar, öz qatında yazar. Amma pis əmələ gəldikdə, dedi ki, kətəbəhəllahu seyyiətən. Sadəcə Allah onu yazar dedi. Öz qatı deyərək şərəfləndirmədi. Yəni o şərəfləndirməsi nədir? Salih əməllərə aiddir. Və həmçinin saya bax, vahidətən deyir. Bir olaraq yazar. Bir. Və bu da onun az göstərilməsi üçün. Bayaq yaxşı əməl gəndə nə dedik? Şeyx buyurdu ki, bir demədi. Həsənətən, kamilətən dedi ki, bir nöqsan başa düşülməsin. Bunun bir azaldılması kimi başa düşülməsin. Yəni, həsənətən, kamilətən, kamil həsənət olaraq, kamil yaxşılıq olaraq yazar. Amma pis əmələ gəldikdə, vahidətən deyir, bir. Bax, bu hərflər, bu kəlmələr, qardaşlar, görün nə qədər buralarda dərin mənalar və hikmətlər var. Bunlar hamısı bizim Rəbbimizin kamil ədalətinə, kamil elminə, hikmətinə dəlalət edir. Deməli, hətta insan nə edir, qardaşlar? Bir pis əməl etmək istəyər, bunu etməzsə, tərk eləyərsə bunu, bu zaman nədir? Onun üçün kamil bir əcr var. Allah Azza və Cəllə Ən'am surəsi 160-cı ayəsində buyurur ki, Mən cəə bil həsənəti fələhu əşru əmthəlihə. Kim yaxşı bir əməllə gələrsə, kim yaxşı bir əməl gətirərsə, ona bunun 10 qat artığı var. 10 qat artıq bunun əcri var. Və mən cəə bis seyyiəti fələ yüczə illə misləhə və hum lə yuzlamun. Kim də pis əməllə gələrsə, ona ancaq onun mislində var. Bir əməllə gələrsə, pis əməllə ona bir günah yazılar. Və onlar zülm edilməz, onlara zülm edilməz. Yəni, bir əməl, bir pislik edənə 10 pislik yazılmaz. Bir pis əməl edənə 10 günah yazılmaz. Və bu ədalətsizlik olardı, zülm olardı.